Avtomat sürətlər qutusunun qırılması maşında ən bahalı problemlərdən biridir. Bir çox sürücü bilmir ki, gündəlik etdiyimiz kiçik səhvlər qutunu yavaş-yavaş məhv edir. Bugünkü videoda sizə avtomat sürətlər qutusunda əsla etməməli olduğunuz 5 kritik səhvi göstərəcəm. Bunları etməyən sürücünün maşını 2 dəfə daha uzun ömür görür. Hələ hərəkətdə olan maşında D-yə və ya R-yə dəyişmək. Bax, ən çox edilən səhv budur. Sürücü maşını tam dayanmadan D-dən R-yə keçirir, xüsusilə də sıx parkinqlərdə. Fikirləş ki, sənin ayağın əyləcdən çəkilib və maşın hələ irəli gedir. Sən isə geri verirsən. Bu nə edir? Qutunun içindəki tork konverterlərini, dişli qruplarını və ya aktuatorlarını ağır zərbə vurur. Bu hissələr zərgər işi qədər incədir. Bədəni bərk vursan sınar, qutu da eynidir. Nəticə, qutu vurmağa başlayır, keçidlər sərtləşir, 2-3 ay sonra ustaya gedirsən, qutu revizyona düşür. Uzun qırmızı işıqda D rejimində saxlamaq. Çox adam deyir ki, qısa dayanacam, niyə neytrala salım? Amma problem odur ki, qutu içində yağ dövr edir və sənin ayağının əyləcdə qalması qutuya əlavə yük yaradır. 30 saniyəlik qırmızı işıq problem deyil, amma 1 dəqiqədən çox saxlayanda içəridə yağ daha çox qızır. Avtomat qutuda temperatur ən böyük düşməndir. Ən yaxşısı neytral və əl əyləcədindən istifadə etməkdir, yaxud auto hold maşında varsa istifadə edə bilərsiniz. Avtomat qutu yağını vaxtında dəyişməmək. Bəzi servis mərkəzləri deyir ki, qutu yağı ömürlükdür. Bu tam yanlışdır. Avtomat qutunun içindəki minlərlə metal qırıntısı dolaşır və yağın tərkibini çirkləndirir. 60-80 min kilometrdən sonra yağın rəngi kəhrəba rənginə keçir. Bu zaman disklər sürüşməyə başlayır və keçidlər gecikir. Əgər vaxtında dəyişməsən, qutu silkələnir. Keçidlər gecikməyə başlayır. İkinci və üçüncü keçiddə zərbə hiss edirsən və sonda ustanın sevimli sözünü eşidirsən. Qardaş, qutuda problem var. Yaxşı servis intervalı 60-80 min kilometrdir. Qəfil qazlamalar və kickdownları çox etmək. Avtomat qutu yumşaq sürüş üçün nəzərdə tutulub. Sən hər dəfə qaz dibinə basanda qutu kəskin sürət düşür. Disklər qızır, tork konverterləri aşırı yük alır. Bunu həftədə 1-2 dəfə etmək normaldır. Amma hər gün edilirsə, qutu 100-150 min kilometrdən daha az ömür görəcək. Xüsusilə şəhər içi sürüşlərdə bu səhv çox olur. Enişdə neytral rejimində sürüşdürüb yanacağı qənaət etmək. Bir çox sürücü elə bilir ki, dağdan düşəndə neytrala salanda benzin yandırılmır. Yəni bu yanlışdır. Əksinə müasir maşınlarda ayağını qazdan çəkəndə ECU, yəni mühərriki idarə etmə bloku sıfır yanacaq işlədilməsi edir. Yəni maşın D-də olanı daha az yandırır. Amma neytral rejimi qutunun yağlanmasını kəsir. Maşın sürüşür, amma qutu içində yağ baskısı yoxdur. Bu isə uzun yolda qutunu qızdırır. Üstəlik, nəzarət azalır, qəza riski artır, əyləcilər normaldan çox qızır. Son olaraq dostlar, bu 5 sadə səhv qutunun ömrünü 2 dəfə azaldır. Ümid edirəm ki, bu videodan sonra avtomat qutunu daha sağlam istifadə edəcəksiniz. Kanala abunə olun, çünki hələ çox sürücünün bilmədiyi real avtomobil məlumatları gəlir. Nicat Xaki, hər gün yeni bir məlumat.